Salam, hər vaxtınız xeyir. Mən Növrə Akademi Tədris Mərkəzinin riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə Növrə Akademi Tədris Mərkəzi tərəfindən keçirilmiş ödənişsiz ümumi sınaq 9-un riyaziyyat suallarının izahını təqdim edəcəm. Bunu qeyd etmək istəyirəm ki, ilk 20 sual həm MİQ, həm sertifikasiyaya hazırlaşan müdavimlərin suallarının içərisində öz əksini tapırdı. Son 5 sual isə sırf sertifikasiyaya hazırlaşan müdavimlərə düşüb. Bundan sonraki ödənişsiz sınaqlarımızda iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Gəlin baxaq birinci sualdan. Deyir, böyük düzbucaqlının müxtəlif ölçülü kvadratlara bölünüb. Yəni bölünən bütün hamısı kvadratdır. 3 kiçik kvadratın hər birinin sahəsi 1 sm kvadratı olarsa, böyük düzbucaqlının sahəsi. Onda bunun hər birinin sahəsi 1-dirsə, deməli onda bunun tərəfləri 1-1-dir. Onda bura 1, bura 1, bura 1-dirsə, burada 1-dir. Onda bura ümumi 3 olan bir kvadratdır. Bütün tərəfi 3 olan. Onda buradan burada 3-dür. Bura 3-dürsə, bura 1-dirsə, onda bura bütövlükdə 4-dür. Burada 4-dürsə, burada 4-dür, burada 4-dür. Onda burada bir kvadratdır da, hamısı bir kvadratdır. Axı onda tərəfi 7-dir. Burada 7-dir, burada 7-dir. Bu düzbucaqlığın enini tapa bildik. 1, 3, 7. Yəni 11-ə bərabərdir. Onda burada bir 7-dir. Bura 7, bura 4 olarsa, deməli bu düzbucaqlığın bu tərəfi 11, bu tərəfi də 11-dir, bu tərəfi də 11-dir, bu tərəfi də 11-dir. Onda burada 11-dirsə, deməli 7, 11, bura 18-ə bərabər olmuş olacaq. Sahəni tapmaq üçün eni uzunluğa, yəni 11-i 18-ə vururam, eləyir 198. Doğru cavabım olur D variantı. İkinci sual. Kənan doğulanda Leyla 9 yaşındaydı. Onların bugünkü yaşlarının nisbəti 3-ün 4-ə olduğuna görə, deməli Kənanın 0 yaşı olanda Leylanın 9 yaşı var idi. Onların bugünkü yaşlarının nisbəti 3-ün 4-dədir. Yəni bilirik ki, Leylanın yaşı daha böyükdür də. Kənanın yaşını Leylanın yaşına böləndə eləyir 3-ün 4-ü, 4-də 3 nisbəti. Onda Kənanın 3K yaşı var. Leylanın da 4K yaşı var. Və biz bilirik ki, Kənanın 0 yaşı olanda Leylanın 9 yaşı olub. Yəni ki, belə deyək, Kənanla Leyla arasındakı yaşlar fərqi 9 olacaq. Onda deyirik ki, illər keçsə də insanlar arasındakı yaş fərqi dəyişmir. Yəni 4K-dan 3K-nı çıxanda yenə də 9 eləyəcək. Onda K-m olacaq 9. Deməli, Kənanın indi 27, Leylanın da 36 yaşı var. 5 il sonra Kənanın 32 yaşı olacaq, Leylanın da 41 yaşı olacaq. Çünki üstünə 5 gəlirəm. Yaşları cəmi olacaq 73. Doğru cavab olacaq A variantı. Üçüncü suala baxaq. Sıfırdan fərqli bütün bir rəqəmli ədədlərin cəmi onların hər birini 6 vahid artırmaqla alınan ədədlərin cəmindən neçə vahid azdır? Sıfırdan fərqli bütün bir rəqəmli ədədlər, yəni bir rəqəmli ədədlər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dur. Düzdür. Bunun deyir ki, hər birini 6 vahid artırıram. Olur 7. Bunu da 6 vahid artırıram. 8, 9, 10, 11, 12. Hamısını 6 vahid artırıram da. Hamısını 6 vahid artırıram. Bunu da 6 vahid artırıram 13. Bunu da 6 vahid artırıram 14. Bunu da 6 vahid artırıram 15. Amma inanırsınız ki, bunları hesablamaya heç bir ehtiyac yoxdur. Çünki biz onsuz da neçə dənə ədədi 6 vahid artıracam? 9 dənədədir. Çünki neçə dənə sıfırdan fərqli bir rəqəmli ədədim var? 9 dənə. Hər birini 6 vahid artıranda birinci cəm, ikinci cəmdən 54 vahid kiçik olur. Elə bizə də o deyir də, 6 vahid artırdıqda alınan ədədlərin cəmindən neçə vahid azdır? 54 vahid azdır. Doğru cavab olur Y variantı. Bəli, bilirəm, imtahanda bunları bir-bir hesablayan da, yəni bunun cəmini tapıb, bunun cəmini tapıb bir-birindən çıxan da müdavimimiz var. Yenə də həll yolu doğrudur, amma qısa bir həll yolu da mövcuddur. Dördüncü sual. A, B, C natural ədədlərdir. A çıx B 1-dir. A çıx C 5-dirsə, A, B, C ədədlərinin cəminin ən kiçik qiymətidir. Deməli, A-dan B-ni çıxanda 1 eləyirsə, onda A bərabərdir 1 üstə gəlinsin B. Buna uyğun olaraq da A çıx C 5-dirsə, onda A bərabərdir 5 üstə gəl C-yə. Baxın. Deməli, A, B, C ədədinin cəmi ən kiçik olması üçün biz əvvəlcə ona görə A-ya ən kiçik ədədin qiyməti verəcəm. Yəni, A-nın da ən kiçik qiyməti üçün C ən kiçik olmalıdır. Yəni, 3 ədədin 3-ü də ən kiçik olmalıdır ki, cəm ən kiçik olsun. Ona görə C-yə 1 verirəm. A olur 6. 0 verə bilmərəm, çünki deyir natural ədəddir. 0 natural ədəd deyil. Onda
A 6-dırsa, onda B də 5-dir. 6 üstəgəl 5 üstəgəl 1 cəm edir 12. Doğru cavab olur Y variantı 4-cü test tapşırığında. 5-ci test tapşırığı hasil neçə sıfırla bitirdi? Deməli, hasilin neçə sıfırla bitməsi üçün verilmiş vuruqların hər birini 2 və 5-in vuruğuna getirə bilirəmsə getirirəm. Getirə bildiyimi getirirəm, getirə bilmədiyimi olduğu kimi saxlayıram. Məsələn, 12-ni yaza bilərəm 2 vur, 2 vur, 3. 5 olduğu kimi qalar. 45-i yazaram 9 vur, 5. 25-i yazaram 5 vur 5, 21-i yazaram 3 vur 7, 27-yi yazaram 3 vur 3 vur 3, 75-i yazaram 5 vur 5 vur 3. Deməli, hasil neçə sıfırla bitməsi bu vuruqların içərisində neçə dənə 2-nin, neçə də 5-in olmağından ibarətdir. Çünki 2 ilə 5-i bir-birinə vuranda 10 eləyir, hasildə 0-la bitir. Onda baxın, 1, 2 dənə 2 var, 2 dənə 2-dən 2 var. Deməli, 5 dənə də 5-im var. 5-im var. Onda, baxın, bu neçədən birinci 2 ilə bu 5 bir-birinə vurularaq 10 əmələ getirilir. İkinci 2 ilə də 5 bir-birinə vurulur. Amma üçüncü 2 olmadığı üçün nə qədər 5 olur olsun, onun bir-biri ilə qoşalaşıb 10 əmələ getirmir. Bunlar bir-biri ilə sadəcə ikisi birləşə bilir. Ona görə də hasil 2-0-la bitir. Doğru cavab olur B variantı. 6-cı test tapşırığında kol və sərçə mövzusudur. Burada diqqətli olmaq lazımdır. Deməli, deyir 3 kolda 50 dənə sərçə var. Bizə də deyir ki, birinci koldan 3 sərçə uçub getdi. Uçub getdi. Və daha 4 sərçə ikinciyə qondu. Yəni birincidən 4'ü çıxdı, getdi ikinciyə. İkinci koldan 7 sərçə uçub 7 sərçə, üçüncü kolun isə yarısı uçub getdi. Bundan sonra birinci və ikinci kolda bərabər sayda, üçüncü kolda isə bunlardan 3 dəfə az sərçə oldu. Yəni məsələn, üçüncü kolda x oldusa, burada 3x oldu. Onda deməli, birinci kolda əvvəlcə 3x üstəgəl 7 imiş. 3 dənəsi gedib, 4 dənəsi gedib, 3x qalıb. İkinci kolda 3x üstəgəl 3 imiş. 4'ü gəlib, 7'si gedib, 3x qalıb. Deməli, üçüncü kolda da 2x sərçə var imiş ki, yarısı x olub. Cəm toplayıram, 3x üstəgəl 7, üstəgəl 3x üstəgəl 3, üstəgəlsin 2x bərabərdir 50-yə. 3x, 2x eləyir 8x üstəgəlsin 10, 50-dirsə, 8x bərabərdir 40-a, x də bərabərdir 5-ə. Deyir, əvvəlcə birinci kolda neçə sərçə var? Deməli, 15-in üstünə 7 gəlirəm, 22 sərçə var. Doğru cavab olur 6-cıda B variantı. 7. Uzunluğu 15 cm, eni isə bunun, yəni eni isə uzunluğunun 60%. Uzunluğu 15-dirsə, bir ədədin faizi tapmaq istəyirəmsə, 15-i vururam faiz göstərən ədədə, bölürəm 100-ə, 15-i 60-a vurub 100-ə böləndə eləyir 9. Deməli, enim 9-dur. Sahəni tapmaq üçün eni uzunluğa vursam kifayət eləyir. 9-u vururam 15 eləyir 135. Sahənin rəqəmləri cəmi 1 üstəgəl 3 üstəgəl 5. Bu da eləyir 9. Deməli, doğru cavabım olur 7-də C variantı. Daha sonra 8-ci test tapşırığına baxaq. 6 metr parça üçün 24 manat pul verdilər. Deməli, 6 metr parça 24 manat pul veriblərsə, onda 1 metr parça 4 manatdır. 4 manatdır. Və bizə deyir ki, 1 metr yun parçanın qiyməti həmin parçanın, yəni bu metri 4 manat olan parçanın 1 metrinin qiymətindən 3 manat bahadır. Deməli, 1 metr yun parça isə 7 manatdır metrinin qiyməti. Onda deyir 5 metr yun parça almaq üçün, yəni 7-yi vururam 5-ə, 35 manat pul vermək lazımdır. Doğru cavab 8-də A variantı. 9-cu test tapşırığı. Aşağıdakı fiqur perimetri 30 cm olan 5 bərabər tərəfli 3 bucaqdan düzəlib. Fiqurun perimetri neçə santimetrdir? Bilirəm, tez getirib 150-ni yazanlar da var aramızda, amma bu yanlışdır. Deməli, bərabər tərəfli bir 3 bucaqdırsa, tərəfi 10, 10, 10'dur. Onda bizə də bu trapesiya əmələ gəlib. Deməli, bura 10'dur. Onda bura 10'dursa, buradan burada 10'dur, buradan burada 10'dur. Bizə bunun daxili lazım deyil. Buradan burada 10'dur, burada 10'dur, burada 10'dur, burada 10'dur. Deməli, onda bunun perimetri bura 20, bura 30, 20'nin üstünə 30 gələm, 50 üstünə də bir də 20 gələm, olur perimetr 70
santimetr. Doğru cavab olur 9-da A variantı. 10-cu sualda bir qrup tələbə bir fincan çayın 1 manat 50 qəpik olduğu bir restoranda, yəni 1.5 manat 1 manat 50 qəpikdir. Yəni 150 qəpik olduğu bir restoranda hər biri bir fincan çay içdi. Tələbələrin 7 nəfəri qonaq olduğuna görə digərləri elə bilin qonaq olduğu üçün digərləri 42 qəpik artıq ödədilər. Elə bilin bu 7 nəfərin pulunu digərləri öz aralarında bərabər böldülər. Hər biri 42 qəpik artıq ödədi. Deməli onda bir fincan çay 1 manat 50 qəpikdirsə, yəni 150 qəpikdirsə, onda 7 nəfər qonaqdırsa, gəlin görək onların pulu nə qədər eləyir. 1050 qəpik eləyir onların pulu. 1050 qəpiyi də x sayda, yəni qonaq olmayan tələbənin sayı, qonaq olmayanların sayı x-dırsa, qonaq olmayan tələbələrin sayı x-dırsa, hər biri öz aralarında bərabər bölüb, x-a bölüb, alıb 42 qəpik. Onda x da eləyir 25 qəpik. Deməli, 25 nəfər. Deməli, 25 nəfər bu 7 nəfərin qonaq olan adamın pulunu bölüblər öz aralarında hərəyə 42 qəpik düşüb. Buna uyğun olaraq da bu 25 nəfər olub qonaq olmayan tələbələrin sayı. 7 nəfər də qonaqdırsa, 25-in üstünə 7 gəlirəm, bərabər olur ümumi tələbələr 32 nəfər. 11-ci test tapşırığı oturacağı ölçüləri A-sı, yəni 6 sm, B-si 8 sm, tam səthinin sahəsi S tam bərabərdir 376 sm kvadratı olan kuboidun tillərinin uzunluqları cəmi. Bunun bir dənə hündürlüyü yoxdur. İlk işim bu hündürlüyü tapmaqdır. Tam səthin sahəsi 2 vurulsun AB üstəgəl BC üstəgəl AC bərabərdir 376-ya. Onda AB üstəgəl BC üstəgəl AC bərabərdir 376 bölünəm 2-yə eləyir 188. AB nədir? 48. BC nədir? 6C. Bu da nədir? 8C bərabərdir 188-ə. Buradan da 48 üstəgəl 14C bərabərdir 188-ə. 14C bərabərdir 140-a. Buradan da C-ni tapıram 14-dür. Deməli, oldu bu da 14 sm. 10 sm. Çünki 140-ı bölürəm 14-ə. Eləyir 10 sm. Deməli, bizə deyir ki, kuboidun tillər, ümumiyyətlə kuboidun 12 dənə tili var və hər bir tilində, yəni A, B, C olan müxtəlif 3 dənə tilə bərabərdir. Ona görə deməli 4 dənə A tili var, 4A, 4 dənə B tili var, 4B, 4 dənə C tili var, 4C, bərabər olur bunun tillərinin uzunluqları cəmini tapmaq üçün düsturum. 4 vurulsun 6, 24, üstə gəlinsin 4 vurulsun 8, 32, üstə gəlinsin 40, bərabərdir. 24-ün üstünə 32 gələndə 56, üstünə də 40 gələndə 96 eləyir. Doğru cavab olur Y variantı. Deməli, bundan sonra 12-ci test tapşırığına baxaq. Deməli, 12-ci test tapşırığında, deməli, qab yağ ilə dolu olduqda kütləsi 23 kiloqramdır. Deməli, qab ilə yağın kütləsi 23 eləyir. Daha sonra deyir ki, 5'də 4 hissəsi dolu olduqda isə, yəni qab özü oldu və yağın da 5'də 4'ü doludur. Bunun cəmi bərabərdir 19-a. Deməli, tərəf-tərəfə çıxıram. Qablar gedir. Yağdan 5'də 4 yağı çıxıram. Eləyir 23 çıx 19. Deməli, buradan da 5'də 5'dən 5'də 4'ü çıxanda eləyir 5'də 1 Y bərabərdir. 23'dən 19'u çıxanda eləyir 4. Deməli, Y bərabərdir 20'ya. Y nədir? Yağın kütləsi. Bizə də qabın kütləsi lazımdır. Qabla yağın bir yerdə kütləsi 23 kiloqramdırsa, yağ 20-dirsə, deməli, qab olacaq 3 kiloqram. Bizdə də qabın kütləsi istəyir. Doğru cavabım olur B variantı. Deməli, 12-də doğru cavabım olur B variantı. 13-cü test tapşırığı. Heydərin pulu Elçinin pulundan 24 manat çoxdur. Deməli, Heydərin və Elçinin pulundan söhbət gedir. Elçinin x manat pulu varsa, Heydərin x üstəgəl 24 manat pulu var. Heydər öz pulundan, yəni x üstəgəl 24 manatdan 36 manatını özündən götürüb verir Elçinə. Yəni, Elçinin pulunun üstünə 36 gəlinir. Elçinin pulu Heydərin pulundan 2 dəfə çox olur. Yəni, Heydərin pulunu 2-yə vuraraq bərabər oluruq, bərabər eləyirik Elçinin puluna. Onda vurub atsam, deməli, 2x üstə gəlinsin 48, çıx 72 bərabərdir. X üstə gəlinsin 36-ya. Buradan x-dən bir tərəfi yıxsam, 2x-dən x-i çıxsam, 36-dan da 48-i çıxıb üstünə 72 gəlsəm, deməli, x bərabər olur 60-a.
Çünki 72-dən 36 ilə 72 toplayıram 108, 48 çıxıram 60. Deməli Elçinin nə qədər pulu var? 60 manat pulu var. Doğru cavab 13-də D variantı. 14-cü test tapşırığına baxaq. Teplokod çayın axını ilə 4 saata, deməli çayın axını ilə gedəndə teplokod ilə çayın sürəti toplanılır və ümumi yolun zamana olan nisbəti tapılır. Bu zaman ümumi yol 124 km 4 saata, yəni 31 km/saat sürətlə gedilir. Deməli, əgər çayın axma sürəti 3-dürsə, deməli teplokodun öz sürəti 28-dir. Teplokod 7 saat ərzində çayın axınına qarşı deyirsə, teplokodun sürətindən çayın sürəti çıxılır. 28-dən 3 çıxılır, 25. 7 saatda hərəkətdədirsə, deməli 25-i vururam 7-yə, 5 yazıram. 3 yadda 175 km yol getmiş olacaq. Doğru cavabım olacaq 14-də Y variantı. 15-ci test tapşırığında deyir, kəsirlərdən ən böyüyü ilə ən kiçik arasındakı fərqi tapın. 4-də 3 kəsirinin hər tərəfini 4-ə vururam, eləyir 16-da 12 kəsiri. 8-də 7 kəsirinin hər tərəfini 2-yə vururam, eləyir 16-da 14 kəsiri. 16-da 13 kəsiri olduğu kimi qalır. 2-də 1 kəsirinin hər tərəfini 8-ə vururam, eləyir 16-da 8 kəsiri. Bizə deyir, ən böyüyü tapıram. Əgər məxrəcləri bərabərdirsə kəsirlərdən, sürəti böyük olan kəsir daha böyükdür. İndi bunlarda ən böyüyü olur bu. 16-da 14, ən kiçiyi isə olur 16-da 8. Bunların fərqini tapıram 16-da 14-dən 16-da 8-i çıxıram, eləyir 16-da 6, yəni ixtisar gedir 8-də 3. Doğru cavabım olur B variantı. Daha sonra 16-cı test tapşırığına baxaq. Deməli, deyir ki, 2 rəqəmli ədədi, məsələn 2 rəqəmli x, y ədədini təkliklərin, yəni təklik nədir? Y-ə böləndə natamam qismətim 9, qalığım isə eləyir 8. Bilirik ki, onda x, y bərabərdir. Qalıqlı bölmənin bir əlaməti var ki, bunu tapmaq istəyirəmsə, bu ikisini bir-birinə vurub qalıq üstünə gələcək. 9-u vururam, y üstünə 8 gəlirəm. Və x, y 2 rəqəmli ədədini yazmaq istəyirəmsə, yazaram 10x üstəgəl y şəklində. Bu olar 10x üstəgəl y bərabərdir 9y üstəgəl 8-ə. Deməli, buradan da alaram ki, deməli 10x bərabərdir 8y üstəgəl 8-ə. Daha sonra nə deyir? Deyir, həmin ədədi, yəni x, y ədədini 10-luğa, yəni x-ə böləndə 11 qalıq eləyir 1. Deməli, onda x, y bərabərdir 11x üstəgəlinsin 1-ə. Bunu açaram 10x üstəgəl y bərabərdir 11x üstəgəl 1-ə. Buradan da y bərabərdir 10x-i keçirdirəm bura x üstəgəl 1-ə. Gətirib y-in bu qiymətini yazaram birincidə yerinə. 10x bərabərdir 8 vurulsun x üstəgəlinsin 1 üstəgəlinsin 8. Olur 10x bərabərdir 8x üstəgəl 8 üstəgəl 8. Bu da eləyir 10x bərabərdir 8x üstəgəl 16. Deməli 8x keçirdirəm 2x 16-dırsa x 8-dir. X 8 isə deməli y 9-dur. Bu ədədim 89-dur. Bizə də deyir ki, bu ədədin rəqəmləri hasilini tapın. 8 vur 9 72. Doğru cavabım olur B variantı 16-cı test tapşırığında. Daha sonra 17-ci test tapşırığına baxaq. Deyir, A 28, 52, 82 B ədədlərinin ədədi ortası A və B ədədlərinin ədədi ortasına bərabərdir. Yəni, bu deməkdir ki, A üstəgəl 28, üstəgəl 52, üstəgəl 82, üstəgəl B. Bilirəm, ədədi orta nədir? Ədədləri topla böl sayına 5-ə. Bərabərdir A üstəgəl B bölünsün 2-ə. Deməli, əvvəlcə biraz sadələşdirək. Deməli, burada nə edək? Gəlin. Deməli, 28-in üstünə gələk 52-ni, üstünə də 82-ni gələk, eləyir 162, yəni A üstəgəl B, üstəgəl 162 bölünsün 5 bərabərdir. A üstəgəl B bölünsün 2-yə, çarpaz vururam, olur 2A üstəgəl 2B bərabər üstəgəlinsin 324 bərabərdir 5A üstəgəl 5B-yə, 324 bərabərdir 3A üstəgəl 3B-yə. Buradan da hər tərəfi 3-ə bölsəm 108 bərabərdir A üstəgəl B-yə. Deməli, A və B ədədlərinin ədədi ortasının rəqəmləri cəmini A üstəgəl B bölünsün 2 bərabərdir. 108-i bölünəm 2-yə eləyir 54. Deməli, bunun da rəqəmləri cəmi 5 üstəgəl 4 bərabərdir 9-a. Doğru cavab olur C variantı.
18-ci test tapşırığı. Rəqəmləri cəmi 23, rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli cüt ədədin yüzlüklər mərtəbəsində duran rəqəm neçədir? 1, 2, 3, 4. Rəqəmləri cəmi 23-dürsə və ən kiçik 4 rəqəmli cüt ədədi istəyirsə, deməli bu ədədin 1 ilə başlamalıdır. Və biz cəmi 23 olması üçün bu 3 xananın cəmi 22 olmalıdır. Onda biz bura böyük ədəddə yazmaq məcburiyyətindəyəm. Çünki niyə görə? Məsələn, belə deyək də, mən bura məsələn götürüm 0, yəni belə başlayım bura 0, məsələn 3, 2 yazım. Onda 22 eləmir axı. Onda böyük ədəd yazmalıyamsa, gəlin bura 9 yazım, bura 8 yazım. Çünki bizdən cüt ədəd soruşur. Onda 9, 8, 17, burada 5 yazaram. Onlar 1598. İndi bizə deyir ki, rəqəmləri cəmi 23 ödəyir. Ən kiçik 4 rəqəmli ədəd doğrudur. Daha sonra belə deyək, bizə də nə deyir? Cüt də ödəyir. İndi bizə deyir ki, bu ədədin, yəni 1598-in yüzlüklər mərtəbəsi, təklik, onluq, yüzlük mərtəbəsində duran nədir? 5-dir. Deməli, doğru cavab olacaq C variantı. 19-cu test tapşırığı. Avtodayanacaqda 2 təkərli motosikletlərin və avtomobillərin ümumi sayı 15-dir. Motosikletlər X-də, avtomobillər Y-dir. Ümumi say X üstə gəl Y bərabərdir 15-ə. 2 təkərli motosiklet deyirsə, deməli təkərlərinin ümumi sayı 48 isə, 2 təkərli motosiklet deyirsə 2x qədər olur. Yəni x sayda motosikletin ümumi təkərlərinin sayı 2x olur. Onda 4y-də bərabərdir 48-ə. X bərabərdir 15 çıx y-ə. Deməli x 2 vururam 15 çıx y üstə gəlinsin 4y bərabərdir 48-ə. Bu eləyir 30 çıx 2y üstə gəlinsin 4y bərabərdir 48-ə. 2y bərabərdir 18-ə, y də bərabərdir 9-a. Deməli x də bərabərdir 6-ya. Deyir ki, x 6, y 9 bizə avtomobilinin sayını soruşur. Deməli 9 dənə avtomobil var. Daha sonra 20-ci test tapşırığı deyir, Etibar dayı bazardan mağazada satmaq üçün bir miqdar şəkər tozu alır. Aldığı şəkər tozunu 5 kiloqramlıq paketlərə bölsə, A sayda. Məsələn, tutaq ki, x kiloqram şəkər tozu alır və 5 kiloqramlıq paketlərə bölür, A sayda paket eləyir. Deməli, onda x 5A-ya bərabərdir. Daha sonra deyir ki, yox, əgər şəkər tozunu, yəni x kiloqram şəkər tozunu 4 kiloqramlıq paketlərə bölsə, A üstə gəl 1 sayda paket, əlavə, yəni qalıq olaraq 3 kiloqram şəkər tozu artıq qalacaq. Onda x-i tapmaq üçün 4-ü vuracam A üstə gəl 1-ə, üstünə gələcəm 3. Bu x da ümumi Etibar dayının ümumi aldığı şəkər tozunun kütləsidir. Yəni bunları bir-birinə bərabər eləyirəm. 5A-nı bərabər eləyirəm 4 vurulsun A üstə gəl 1, üstə gəl 3-ə. Deməli, onda 5A bərabərdir 4A üstə gəl 4, üstə gəl 3-ə. Buradan da A-nı keçirdirəm bu tərəfə. 5A çıx 4A bərabərdir 7-yə, A eləyir 7. Deməli, A 7-dirsə, deməli, ümumi kütlə 35-dir. Şəkər tozunun kütləsi. Və hər birini 5 kiloqramlıq paketləri doldursam, paketin sayı 7 dənə olur. 4 kiloqramlıq paketə doldursam 8 dənəsi olur. 3-ü də qalıq qalır. Bizə də deyir, onsuz da nə qədər şəkər tozu aldıq? 35 kiloqram şəkər tozu aldığını tapmış oluram. Daha sonra 21-ci test tapşırığında deyir, 6 ardıcıl cüt ədədin, yəni məsələn, biri x-dirsə, biri x üstə gəl 2-dir. Bu birinci, bu ikinci, bu üçüncü də x üstə gəl 4-dür. Dördüncü x üstə gəl 6-dır. 5-ci x üstə gəl 8-dir. 6-cı x üstə gəl 10-dur. Bizə deyir ki, 6 dənə ardıcıl cüt natural ədədin ikincisi ilə dördüncüsünün cəmi, yəni x üstə gəl 2 ilə x üstə gəl 6-nın cəmi 36-dır. Onda 2x üstə gəl 8 bərabərdir 36-ya, 2x bərabərdir 28-ə, x-im eləyir 14. Deməli, bu ədədlərin üçüncüsünün rəqəmləri cəmi, üçüncüsü də eləyəcək, deməli, 14 üstə gəl 4, 18, rəqəmləri cəmi 1 üstə gəl 8, 9-a bərabərdir. Deməli, ardıcıl artı dənə, deməli, ikincisi və üçüncüsünün cəmi, deməli, düz tapdıq 2x 8, 28, x-i tapdıq 14. Bizə deyir, üçüncüsünün rəqəmləri, cəmini demir, hasilini deyir. Deməli, cəmini yox, hasilini deyir. Biri vururam 8-ə, eləyir 8. Doğru cavabım olur B variantı. Daha sonra 22-ci test tapşırığına baxaq. Birinci fəhlə işi təklikdə 5 saata. İkinci fəhlə işi 6 saatı yerinə yetirir. Deməli, bir fəhlə bir işi
5 saatı yerinə yetirirsə, 2 saata işin 5'te 2 hissəsini görər. Daha sonra bir işi 6 saata görürsə, 2 saata həmin işin yəni 6'da 2 hissəsini görər. 5'te 2 ilə də 6'da 2 bir yerdə işləyərlərsə toplayırıq. Orta məxrəc 30'dur. Bunu 6'ya vururam, bunu 5'ə. Bu eləyir 12 üstə gəl 10, bu da eləyir 30. Yəni 30'da 22, yəni 15'də 11 hissəsi görülmüş olar. Neçə hissəsi görülməmiş qalar? Yəni 1-dən də 15'də 11'i çıxaram. Yəni 15'də 15'dən 15'də 11'i çıxaram, eləyir 15'də 4. Deməli 15'də 4 hissəsi görülməmiş qalar 22-ci test tapşırığında. 23-cü test tapşırığında deməli x vurulsun 28 çıx 377 bərabərdir 715'ə. Deməli, adi tənliyi əldə edəcəm. X vurulsun 28 bərabərdir 715'in üstünə 377 gəlirəm. 715'in üstünə 300 deməli 715'in üstünə 377 gələndə deməli eləyir cavab 1092. Yəni 28x bərabərdir 1092'yə. Bunu da bölürəm 20'sə, x'i də tapmaq üçün 1092'yi 28'ə bölürəm, eləyir 39. Deməli, indi x'imi tapmışam, getirib ikinci tənliyi yerinə qoyuram. 39 üstə gəl 7y bərabərdir 102. Onda 7y bərabərdir 102'dən çıxıram 39'u, eləyir 63. Deməli, y də bərabərdir 9'a. Doğru cavabım olur 23'də A variantı. 24. Azərbaycan sözünün hərflərini bir torbaya yığdılar. Bu torbada samitlərin çıxma ehtimalını tapın. Azərbaycan sözü 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hərflidir. 10 dənə hərfdir. Bunun 1, 2, 3, 4'ü saitdir. 6'sı samitdir. Deməli, ehtimal nəyə bərabərdir? Ehtimal əlverişli halın mümkün ola biləcəyi hala nisbəti. Əlverişli hal nədir? Yəni ki, neçə dənə samit var? 6 dənə. Bəs mümkün ola biləndə 10 dənə hərf var. 10'da 6 eləyir, ixtisar gedir. Qalır 5'də 3 hissə. Yəni doğru cavab olur B variantı. 25-ci və sonuncu sual. Bizə verilən bu ədəddə bizə deyir ki, minliklər sinifinin rəqəmləri cəmi. Əvvəlcə gəlin bilirik, soldan sağa doğru 3-3 ayırmaqla sinifi tapa bilirəm. Bura təkliklər, bura minliklər, burada milyonluqlar sinifidir. İndi təklik deyir, minliklər sinifinin rəqəmləri cəmi ilə 9 üstə gəl 7 üstə gəl 9, yəni 25 ilə 6 rəqəminin mərtəbə qiyməti. Bilirəm ki, mərtəbə qiyməti deyəndə 6'nın altına xətt çəkirəm. Qiymət olaraq özü qalır, mərtəbə qiymətidirsə özü qalır, mərtəbə vahididirsə 1 olur. Ondan sağda neçə dənə rəqəm varsa o qədər 0 yazıram, amma bunun sağında işin yoxdur, deməli 6'nın özüdür. 25 ilə 6'nın da cəmi eləyir 31. Doğru cavabım olar B variantı 25-ci test tapşırığında. Deməli, bugünlük bu qədər. İnşallah növbəti sınaq imtahanlarında görüşənə qədər sağ olun, salamat qalın.